Hər vaxtınız xeyir olsun əziz hörmətli tamaşaçılarımız. Süfrəmiz şənbə günündə Sultan Basmati düyülərinin baş sponsorluğuyla efirdədir. Süfrəmizdə necə sevinirəm bugün. Xoşum gəlir, mətbəx böyük olanda. Mətbəx böyük olanda onda deməli yeməklər də çox olur, düz deyil. Amma hamısı necə olmalıdır yeməklərin? Süper. Diyetik olmalıdır Kama xanım. Çünki Fuat bəy buradadır. Fuat bəy qarşılayağın. Xoş gəlmişsiniz Fuat bəy bizim yeni süfrəmizə. Necəsiniz? Salam, sağ olun. Yenilənmiş süfrəmizə. Eyvallah. Necəsiniz? Artıq bizim hamımızda burada yer var. Eyvallah. Biz düşündük ki, siz de bizim daimi artıq ekspertimizsiniz. Kama xanım da bizdən də həmişə, Mehman da bizdən həmişə buradadır. Ona görə də nə eləmək lazımdır? Yeri genişləndirmək lazımdır. Düzdür, biz özümüz arıqlayırıq, amma ürəklərimiz, yerlərimiz genişlənir. Gözəl. Fuat bəy, necəsiniz? İşləriniz Sağ olun, necə? teşekkürler. Siz necəsiniz? Mən çox əlayam. Sizi yaxşı görürəm, yavaş-yavaş belə. Bir balaca yaxşı görürəm. Amma bizdə televizorda bir balaca elə mənim özümü də, Mehman müəllimin özünü də bəzən deyirlər ki, kilo olub belə. Amma mən belə onlayn arıqlama üsulu ilə... Hiç görmədim ha, Mişan. Yox, yaxşıyam. Yəni... İndi bir irəliləyən dəqiqələrdə tərəziyə də çıxarır. Mütləq, onsuz bir şey yox, çəkəcəyik sizi. Fuat bəy, Bitti. mən həyatımda heç kimdən belə qorxmamışdım. Biləsiniz, sizdən... Məndən qorxmaq lazım deyil, Gecə sadəcə... rüzgarlarıma da gəlirsiniz, biləsiniz, yuxularıma da gəlirsiniz. Mehman, niyə darıxırsan burada? Yenə dietik yemək hazırlayacağım. Əladır, gözəldir dietik yemək. Nə olur dietik yemək? Mən dietik yemək yeyirəm. Oduq içirəm hər gün. Bir tikə çörəklə. Sonra, bugün səhər yeməyi eləmişəm. Nə yemişsən? Çay içmişəm, qaynadılmış yumurta yemişəm. Bir dənə. Və şirin çay içib gəlmişəm. Çörək? Çörək yemədim, yox. Yeməmişsin? Yox. Şirin çay. Hə, bağlaca şirin. Bağlaca şirin elədim. O şirin çayı yavaş-yavaş azaldacaq. Amma mən içəndə öləm onu. Yavaş-yavaş da birdən-birə olmaz, vücudu, orqanizmi şoka salarım da. Ümumiyyətlə heç içmirəm onu. Yəni, sadəcə bugün evdə Allah bütün valideynlərin canı sağ eləsin. Amin. Aman bugün mənim üçün şirin çay düzəltmişdi. Yəni mən onu Anamın hazırladığı süfrədən. Amma hər gün soyuq balla su və sirkə. Bunu hər gün prosedur kimi mənə qapının ağzında elə çıxanda bir dənə onu içirəm. Yox, bir şey deyim mi? Belə bir balaca belə dəyişiklik görürəm ha sizdə ya. Yəni irəliləyiş görürəm. Bəli. Və əziz tamaşaçılarımız, əgər sizin bizə, yəni mənə, Mehman müəllimə və Kama xanıma sualınız varsa, deməli, hətta Fuat bəyə də sualınız varsa, 497-46-25 nömrəsinə zəng vurursunuz və bizə qoşulursunuz. İndi biz başlayaq prosesə və sizlə söhbətə davam edək. Kama xanım, bugün nə tort hazırlayırsınız bizə? Bugün kakraz dietik bizdə tort olacaq. Yəni qaymaqlar hamısı yağsızdır. Və meyvə. Meyvə yəni hər zaman olar. Necədir? Meyvəli dietik qaymaqlar tort. hamısı yağsızdır. Və meyvələr çox. Mayasız hazırlanıb, xüsusi üsuldur. Xolesterinsizdir, yəni bu birinci xolesterinsizdir. Və deyim ki sizə, və meyvə olacaq içində. Tamam. Yəni bu belə bir tortdur. Siz başlayın artıq suvaq işlərini görməyə, Kama xanım. Biz isə Mehmanla bir söhbət edirik. Əsas Mehmandır. Əsas məsələ Mehmandır. Yox, kökəldən bu deyilmiş, salam mənim. Kökəldən, ötər, Mehmanla işiniz olmasın da. Mehman müəllim, gəl, sən kökəldən deyilsin, sən bir tanəsən. O stoldan götür. Sənə lazımdır. Kama xanım, bizim stoldan sizin stola hərdən birdən qonaqlar gəlir, hiss edirsiniz. Mehman, soğanı atmışsan blenderə və cəfəri doğramısan. Biz Fuat bəylə bu haqda söhbət çox eləmişik ki, cəfəri çox xeyirlidir, cəfəridir. Soğanın özündən də az miqdarda istifadə edə bilərik. Amma Mehman müəllim, mən səhv eləmirəmsə bugün bir dənə pomidor şorbası eləyəcək, elə deyilmi? Çünki, bəli, Mirsala müəllim, çünki çox vacib bir məsələdir. Çünki pasiyentlərin çoxusu bu pomidor şorbasını məndən soruşurlar necə eləmək. Mən də indi bildiyim qədər onlara bir şeylər deyirəm. Amma xüsusilə, tam dəqiqliyinə mən xüsusilə onu məsələn klinikdə də anons keçmişəm ki, bugün hamınız Mehman müəllimin reseptinə baxacaqsınız. O necə hazırlayıb pomidor şorbası gözəl şəkildə eləşdən hazırlayıb istifadə edəcək. Süpərdir. Və bugün süfrə arıqlamaq üçün də birəbir əladır, süper bir şeydir. Həm toxlu tort, metabolizma üçün, həm də maddələr mübadiləsi üçün əladır. Çox gözəl. Deməli, tomat şorbası deyirlər ona, pomidor şorbası. Pomidor şorbası. Pomidor şorbasının tam dəqiqli hazırlama qaydasını bizim tarla pomidorlarından hazırlanan pomidor şorbasını irəliləyən dəqiqələrdə görəcəksiniz bizdən əziz tamaşaçılarımız. Fuat bəyin məsləhətləri olacaq. Kama xanım tortu hazırlayır orada bizim üçün gözəl və Mehman artıq bu soğan cəfəri qatqısına bibər də vurur. Bibər də qatır. İndi mən bir sual verəcəm. Sizin bir sözünüz mənim qulağıma sırğa kimi sallam qalıb ki, yaşıl soğan yeməyəcəyik. Bəli.
Yaşıl soğanı niyə yeməyəcək? Bir də İştahı artır. Ancaq ona görə. Ancaq ona görə. Əgər mən iştahımdan Başqa bir şey deyil. bacarıramsa yeyə bilərəm Yeyə onu. bilərsiniz. Mən bacarıram. İşim yoxdur. Bacarsınız. Bəli. Tamam, o zaman yeyə bilərsiniz. Artıq- Yaşıl soğan yalnız iştahının artması üçün. Yo, yo, Onu yo. kənara qoyun. Onu mən Misal adət yox. Vəssalam, o qədər. Bəs turp? Turp yeyə bilirik. Turpla işimiz yox. Yox. Heç bir işimiz yoxdur. Turpdan Turpdan rahat şəkildə yeyə bilirik. Əla, o köklərdir. Ümumiyyətlə başqa bütün göyərtilərdə, yeşilliklər hamısını rahat şəkildə istifadə edə bilərik. Sadəcə bir dənə indi siz onu eləyə bilirsiniz. Amma inandırım sizə 80%, 90% insanlar iştahla bacara bilmirlər. bilirəm, Doyma mən də hissi, bacarmırdım o əvvəllər. arası. Amma Amma yavaş-yavaş Yox, o, sadəcə- bilirsiniz, o həyat tərzidir. Bayaqları elə deyirik ki, diyetdə diyet sözündən qorxmaq lazım deyil. Misal mən, diyet sözü bilirsiniz nədir? Həyat tərzi demək, Yunan sözüdür, həyat tərzi deməkdir. Ona görə insanlara da, bütün tamaşaçılara da məsləhət görərdim ki, o diyet sözündən, diyetdə oturmaq sözündən qorxmasınlar. Əksinə onunla dost olsunlar, yəni həyat tərzlərini dəyişsinlər. Yəni sağlıqlı həyat tərzinə keçsinlər. Çox gözəl bir şeyə toxundunuz, mövzuya toxundunuz. Fuad bəy, mən indi bu söhbət edəcəm sizlə bu barədə. Məncə onun üsulu tam başqadır o pəhrizdə. Bəli, Pəhrizdə bəli, o israf tam yox. başqa bir şeydir. Sadəcə gərək özümüz yadımızdan çıxardaq ki, biz pəhriz tuturuq. Bəli. Sadəcə biz Əla. belə yemək Belə yeməliyik. Və Yəni yəni mən belə şey pəhrizdəyəm, mən yeməliyik. hər yerə gedim ki, mən pəhrizdəyəm. Yox, Ora yox, gedim, mən yox, pəhrizdəyəm. yox, Amma yox, ondan yox. dalırlar, Hayır, bax, olmaz bugün axı. çox gözəl bir mövzuya da toxunduq da, yəni diyet bizim həyat tərzidir. Həyat tərzimiz olacaq. Bir yerə getdik, oturduq. Yəni çox yağlı, o duzlu, baharatlı belə bir şeylərdən istifadə etmədən bu bizim həyat tərzimiz olacaq. Başa düşdünüzmü? Yəni Yox, o sadəcə qaydada birisi gedəcək. necədir, mən- Şirin də elə. Şirin də elə. Yəni ki, bax Kama xanım bax bu günləri broşsuz, məsələn yağsız və ya faizi oranı az olan şirin Bəli, şeylərdə bəli, bəli. bunlardan istifadə edir. Yəni bu qaydada az miqdarda istifadə eləyəcək və inandırım ki, sizi kilo almaq məsələsi olmayacaq. Olmur. Olmayacaq. O qədər çətin bir şey deyil. Kəsinliklə olmayacaq. 3-4 gün içində insan Biraz çətinlik çəkir. Çətinlik Ondan çəkir sonra və o yola çıxdıqdan sonra inandırım çox rahat şəkildə gedir. düppədüz. Mən sizinlə razıyam və mehman bura kök tapdı. Bəli. Deməli burada nədir? Soğan, Ay, cəfəri, ağ reyhan, kök, bibər. Bəli, Və kim istəsə sarımsaq. Bəli, Baş soğan, bəli, hamısı blenderdan keçirilir. Aha. İşlə. Bu nədir mehman? Bu isti yeməkdir. Bəli, bu şorba olacaq, pomidor şorbası, tərəvəzli pomidor. Ya pomidor şorbası bəli, bu da onun qarnirləri, qarnirləri. içindəkilərdir bunlar. Deməli biz bura qazanı qoyuruq artıq. Deməli blender vasitəsilə xırdalayırıq bu tərəvəzləri. Zalanda mısın mehman? Biraz da eləyim. Və əla, Fuad bəy. Bəli. Şimdi davam edirik. Kama xanım burada öz gücündə, Kama'nın gözəl dünyasında, saxta dünyasında. Burada baxın görün necə qəşəng Portakaldan istifadə edirik, elə Bəli. deyilmi? Bəli, portakal, kivi, yəni çiyələk olacaq, kivi Əla, olacaq, armud super. görürəm Hamısı burada. icazə verilən meyvələrdir. Güzel Yox, şəkildə bu bunlardan meyvələrdən gedəcək. siz Əla. danışın. Yəni Fuad doktor, mən bu Banan günləri yox. banan götürmədim ki, Banan bu günləri götürmürük, bizdə bəli, yəni bəli, bəli. fəhriz, Kama xan. Ona görə banandan istifadə eləmədim. Yəni diyet, yəni bizim bu həyat tərzində olan bir vəziyyətdə banandan Kaloriyasına görə yemişdə yəqin. kalorisinə görə, Qarpızdan. üzümdən, qarpızdan biraz uzaq qalacağıq. Güzel şəkildə ən dadlı meyvələrdə həm tox tutur, həm də dadına görə də Amma həm indi şirin həm uzaq də zararlı. qalacaq demişsiniz, yay mövsümü. Qarpızı bir dilim olar da. Olar. Bir dilim, iki dilim olar. Amma indi hələlik qarpız yoxdur, İslam müəllim. İndi hələlik bir balaca Mən hazırlamaq qarpız olsa, lazım. Fuad bəy, avqustdan tez başlamıram. Əla, super, Avqusta girəm. super. Öz av günümə yaxınlaşanda başlayıram qarpız yeməyə. Uşaqlıqda hətta deyirdilər ki, sənin av gününə vaxt deyirdim qarpız çıxanda. Bəli. Hə. Deməli, gözəl. Mehman, sən bura nə elədin? Biraz su əlavə elədim və bunu bişirəcəm. Biraz bişəndən sonra bizim tarlanın pomidorlarından əlavə eləyib, qaynadıb, bura tuz vurulacaq. Yağ da vurulmur bura. Yox, yağsız. Yağ vurmayacaq, elə deyil Yox, mi? yox, yox, Mehman yağ müəllim? vurulmur. Yağ vurmuruq. Bəli. Yağ vurulmayacaq, yağsız. Bu bişəndən sonra yenidən mən bu pomidorları, bizim tarlanın burada doğranmış pomidorudur, blenderdan keçirdib və süfrəyə verəcəyim. Çox gözəl. Süfrəyə verilən zaman yanında üzərinə xama əlavə olunacaq. O da kim istəsə. Aydın. Yağsız xama. Hə, bir dənə də mən bir şey deyim də, yəni bilsinlər də, yəni Mehman müəllim burada xama deyir, amma xamadan başqa həm də burada o əlavədən, yəni qaba tökdükdən sonra pendir də əlavə eləyə bilərik. Sarı rəngdə pendiri. Pomidorun üstünə. Bəli, o supun şorbanın üstünə pendiri çorbadan Bəli, olar. keçirdib üstünə Sarı əlavə renkli pendir edirik. olan pendir nə deyirsən? Olar, hə. Az Problemsiz miqdar. pendirdir.
Yəni yox, normalda yeməyəcək. Tamam, onu mən demişəm. Amma supla, yəni o şorba ilə bir yerdə istifadə bir balaca az miqdarda ağ pendir əlavə edə bilərik. Nə bilirsiz, Nə edə bilirsiniz, bilərik. eləyə bilərik. Mən üçün qoyun pendiri, mən bu yaxınlarda biz əziz tamaşaçılarımız Tərtərdə konsertdə idik. Elə keçən həftənin bazar günü çox möhtəşəm bir konsert də keçdi orada. Sağ olsunlar Tərtər Baxdım, yaxşı idi. Bəli, əhali üçün çox gözəl bir şənlik yaratmışlar. Və oradan bizə belə qoyun pendiri qoyublar, daxtı, qəşəng, gözəl. Amma onu suda yuyacaqsın bir balaca. Ondan sonra işte duzu gedəcək, ələnçinə yeyəcəksin. Pendiri elə bazardan da alınır, bir için yuyuruq. Baxın, pendirlə, bax pendirdən ağartı məhsullarından danışanda mən hər zaman demişəm. Bax pendirdir, kəsmikdir, qatıqdır, ağ faizi aşağı olan süddür, yoğurtlardır. Bunlardan rahat şəkildə istifadə edə bilərik. Bəzən də çox sual verirlər ki, hə doktor, pendirin yağlılığı heç bir farqı yoxdur. İstifadə edə bilərsiniz. O lightdir, o birilərdir. Bunları hamısını qoyuruq kənara. Ancaq pendirin duzuna fikir verəcəyik. Duz məsələsi də ki, aydın məsələdir. Duzsuz pendir mümkün deyil, misal mənim. Yəni ona görə duzun alınmaz. Və ona görə duz məsələsi, bax sizin dediyiniz kimi o gözəl o pendir, o qoyun pendiri məsələsini yediyiniz zaman suda biraz yıkayırsınız, biraz su vurursunuz. Az-maz duzu gedir, ondan sonra rahat şəkildə istifadə edirsiniz. Çox gözəl, çox gözəl. Biz onu rahat şəkildə elə duzsuz da istifadə edəcəyik. istifadə edə bilərsiniz. Və Mehman, sən nə axtarırsan orada? Mənə çox maraqlıdır. Və bir telefon zəngimiz var. Fuad Bey ilə Mətanət xanım xətlədir. Sizə sualı var deyəsən. Alo demək istəyirəm. Alo. Salam. Alo. Salam, bir salam demək istəyirəm. Salam Mətanət xanım, necəsiniz? Yaxşı, sağ olun. Siz necəsiniz? Yaxşı olasınız, təşəkkür edirəm. Mətanət xanım bizə... Mənim doktor bir sualım var idi. Bəli. Demək, mən suyu vəxşi içə bilmirəm, iyrənirəm elə bir sudan. Vay. Yalnız qara çayları çox istifadə edirəm. Vəssalam. Yəni, yemək yeyirəmsə, yemək yeyən kimi, üstünə o dəqiqə çay içirəm. Nətər olacaq, necə Bunun bir ziyanı var, mən də pəhri saxlamaq istəyirəm. Bunu, aha, tamam. Bitti mi? Fikrinizi bitirdiniz də Mehriban xanım? Yəqin ki, bəli, bitirib. Yəni, neynəsin? Neynəsin? Baxın, indi burada ziyandan birinci dedi xanımda, onun çox böyük ziyanı var. Çayın. Birincisi, bəli, birincisi su içməmək məsələsi, Mirsal müəllim. Çox böyük ziyanı var. Litrlə. İkincisi... Maşına düşək baxın, hər yerdə su var. Hər yerdə su var. Hər yerdə. İkincisi ki, yeməkdən sonra ki, deyir ki, xanım deyir ki, çay içirəm, o ikinci böyük zarardır, ziyandır. Niyə? Çayın bilirik ki, tərkibində kafeindir, öt kisəsi sfinkteri spazma uğradır və həzmi bilavasitə çətinləşdirir. Olmaz, yeməkdən direkt sonra çay içilməz. Yeməkdən direkt sonra nə olar bəs? Ondan sonra direkt su içə bilərsiniz. Ağ rəngdə su. Soyuq da olmasın amma. Soyuq da olmaz. Yəni normal otaq temperaturunda olan su. Beləncə. Amma çay içilməyəcək. Çay ən az yeməkdən yarım saat 40 dəqiqə sonra içiləcək. Direkt çayı yeməkdən sonra içiriksə işlər bitmiş olur. Həzm sistemimiz, mədə bağırsağımız tamamdır. Həzmi çox çətinləşdirir, gecikdirir və kilo almaq üçün, kökəlmək üçün bir nömrəli səbəbə gəlib çıxardır. Yoxsa biz də yemək yeyəndə deyir, indi nə eləyər adam, pürrəngi çay olmaz. Olmaz. Bax bu bizim həyat tərzimiz, yanlış həyat tərzimizdir. Bunu dəyişdirmək lazımdır. İnşallah sizin bizim sayəmizdə bir yarım saatdır da. Hadi yanlışlıq bir yarım saatdir, amma o böyük şeydir. Mən yenə də deyirəm, yeməkdən sonra bir dəfəlik çay içmək olmaz. Suyunuzu için yusun, təmizləsin. Bu bir. İkincisi, xanım söyləyir ki, su içə bilmirəm. Baxın xanım, bilmirəm sözü yoxdur. Yoxdur. Var istəmirəm sözü. Bu kəsinliklə mən sizə deyirəm. Bilmirəm sözü yoxdur. Mirsal müəllim düzdür, yoxdur. Var istəmirəm. Kama xanım, eləmişədir. Yəni, həqiqətən, əgər siz istəsəniz ki, bu çayı qoyasınız kənara, inandırım sizi, düzdür. Bir ilk günlərdə 3 gün, 4 gün bunda çətinlik çəkəcəksiniz. Amma sonradan, inandırım, rahat-rahat o suyunuzu içəcəksiniz. Ona görə mən bu xanıma məsləhət gördüm. Özəlliklə də, xüsusilə də arıqlamaq istəyir. Bu templə, bu gedişatla onun arıqlamağı çox çətin olacaq. Yəni, bəli. Çay içməklə, suyu içməməklə, özdə ki, tünd çay içməklə. Heç olmasa ən azından açıq rəngdə çay içsin. İndi çayı da içir, çayda boş içilməz ki, Mirsal müəllim. Yanında qəndlər, şokoladlar, konfetlər,
o kalorisi yüksək olan o qidalar, mesela o kalori tortlar, pirojnalar bunlardan istifadə edir və sana bu gedişatla xanımın kilo vermək bir şey məsələsi deyim, çətin Fuat Bey olacaq. tamaşaçılarımız çaşdırmasın özlərini. Çay ziyan deyil ha, amma yeməkdən dərhal sonra çay Sonra içilməz. bütün gün ərzində Sonra çayınızı bütün gün için. ərzində çayınızı için. Amma birincisi çay açıq rəngdə olacaq. Bəli. İkincisi çay qəndlə, pisokla, şirin şeylərlə, məsələn qənddir, tortlardır, yəni şirin, çox Şirniyyatla şirin var. şirniyyatlarla içilməyəcək. Meyvə quruları, təmiz fruktozalı bal, ən belə içilə bilməyən vəziyyətdə Mirsalam müəllim, xüsusi şəkər əvəzedicilər var, fruktoz var, saxarozlar var. Onlardan o da bir tablet. Vəssalam. İnşallah, belə. bizim tamaşaçımız gələr o öyrəşdirər özünü su içməyə. Çünki su içmək o qədər Mütləqa. Su çətin bir şey içmək deyil. Mən hətta lazımdır. öyrədə bilərəm o necə eləsin. 2 gün əlini mayeyə vurmasın, Aha. darıxsın mayeyə üçün. Ha. Sonra o suyu biz Sonra necə suyu içəcək? acayip içəcək Butulka yəni. ilə. Bəli, bəli, bəli. Və biz davam edirik. Fuat Bey, biraz yeməkdən danışaq çünki Bəli, bu bəli, bizim bəli. əsas Aha. vacib məsələlərimizdən biri. Deməli, Mehman, xahiş edirəm özün bir dənə Fuat Bəyə də, mənə də və tamaşaçılarımıza da ümumiyyətlə anlat görək bu necə prosesin indiyə kimi necə elədi? Deməli, baş soğanı mən götürdüm, Aha. blendera yüklədim, cəfəridir, ağ reyhandır və balqar bibəri, kök, bir damızda sarımsaq, o da zövqə görə. Olar, rahat şəkildə. Deməli, blender vasitəsilə onu yaxşıca xırdaladım, ora su əlavə elədim və su əlavə eləyəndən sonra bu tərəvəzləri bişirdim. Tərəvəzlər bişəndən sonra mən bura bizim tarlanın pomidorlarını əlavə elədim. Əgər bundan yoxdursa, təzə pomidordan da istifadə eləmək olar. Bunu indi yaxşıca qaynadırıq. Qaynadandan sonra yenidən blender vasitəsilə əzilir. Yenidən əzilir, elə deyil Bəli, mi? püre halına salınıb süfrəyə verəcəyik. Yanında sarı pendir, ağ pendir və yaxud Yağ vurmadıq ora, elə deyil mi Mehman bəy? Yox, Yağ yağ vurmadıq. vurulmayıb. Duz da çox az miqdarda. Duzu da- Tamaşaçılar qoy diqqətlə qulaq assınlar. Bişənə Və yaxın. arıqlaması çox az miqdarda. Ən yaxşısı, tamam Mehman müəllim indi burada vura bilir, yəni eləyə amma mən bir şey deyim də bunu demək lazım. Baxın, yeməkdən məsələn hazır oldu, pomidor şorbanız hazır oldu. Duz məsələsini hamısından yaxşı tabağınıza tökdükdən sonra bir çimdik duzu öyle əlavə edib elə şey yesinlər. Boşqablarında. Boşqablarında, bəli. Gözəl. Evet. Yəni mehman duz vurmayacaq. Yəni. Hə, aydındır. Başa düşdüm. Və mehman başladı qaynamağa. O şorba hazırlanıb bişəcək də, yəni budur bunun. Bəli, bu bişəcək, mən bu nədir blender burada vasitəsilə. toyuq Deməli, burada da dietik bir toyuq ruleti hazırlayacağıq. Bunun tərkibi nə olacaq? Zeytundur, kəsmidir və almadır. Onun hamısını xırda-xırda doğrayıb, kəsmiyə qarışdırıb, rulet formasında büküb və qazanın dibinə tərəvəzlər əlavə olunacaq, göyərtə əlavə olunacaq. O ruletlər düzüləcək, deməli, bu qabın içinə, ağzı qapalı bişəcək. Onu biz onu elə siz davam Süper. edin və mən Kama xanımla 2 dəqiqə söhbət edeyim. Demək Kama xanım neynədir? Bu tortumuz 3 qatdan ibarətdir. Bir qatın arasında apelsindir, ikinci qatın arasında kividir, üçüncü qatla bağlanır Bağlanır və yağsız üstünə müxtəlif və yağsız meyvələr. əziz tamaşaçılarımız bunu yazıda saxlayın. Yağsız qaymaqla bu pəhrizdə olan insanlar üçündür və üstü astar çəkilir. Çox fağır adamsan, Mən sənə deyim, bu boyda stol düzəltmişəm. Demək ki, niyə gəlirsən mən sənə? Hə. Və hörmətli Fuat bəy, bax gördüyünüz kimi şorba blenderdən Blenderdən keçirilir, əla. Daha o yeməsi çox rahatlanır. Elə deyil mi? Bəli, Mehman bəli, müəllim? bəli. Çox Tam gözəl əzilir. olur. Əla, tam Mehman əzilir. müəllimin ağız aparatı doludur. Şirinyatları. Ha, pardon. Danış pardon, qulaq asaq sənə. Pardon. Bir dənə mehmanı, bir dənə yaxından görsədin də mehmanı. Rahat ol. Var mı bu bəli? Gıdıqlayasan mehmanı bax elə. Gıdıqlayasan. Neyirsən? İstidir. Hə. Gözəl və qarışdırır mehman bu tomat pastasını bizim. Bəli, aha. İtalyanlar buna tomat pastası deyir. Bütün dünyada məşhur yemək. Çox məşhur yeməkdir. Sadəcə misal mən bizdə bu bilinmir də. Bizim bu yemək kültürümüzdə bu Yo, mən yoxdur. sizə bir dənə Amma söz bundan deyim. sonra inşallah verilişi Siz sayəsində, məni bizim sayəsində öldürsəz bu də, da istifadə olunur. öldürsəz də, Bəli. ölsəz də, Aha. danlasanız da mən onu yeməyəcəm. Yiyəcəksin. Yox, yeməyəcəm. Hayır, yiyəcəksin. Hayır, Misal müəllim, bu özəl sana hazırlanır. Mən heç nə Aidiyyatı yeməyəcəm, yoxdur. heç nə. Amma onu yeməyəcəm. Yox, olmaz. Bütün gün ərzində heç nə yeməyəcəm, Aha. amma onu yeməyəcəm.
Heç nə yeməmək də olmaz. Mən hər dəfə söyləmişəm. içəcəm, su. Hayır, Su düzgün koyu, deyil. su Ha, koyu iyi mi işte. insan? Arıqlamaq üçün heç nə yeməmək olmaz. Ona görə- Mən hər dəfə bunu qeyd eləmişəm. Bəli. Gündə 4-5 dəfə yemək lazımdır. Yox, Müsəlman mən müəllim. yeyirəm. 5 dəfə nədir? 10 dəfə yeyirəm. Ha, yəni Amma onu yemirəm da, onu yemirəm. Amma onu yemək Tamam, lazımdır. Süper. Çəmmiş. Çəbilmirəm, yox. Mən onu... Amma çox gözəl. Amma Salam, bəli, amma bəli. Salam, süper bir şeydir. Amma öyrəşdirmək olar insan özü. Yavaş-yavaş öyrəşdirin özünüzü. Artıq hazırdır mehman. Əla, əla. Artıq hazırdır. Bunu başqa cürlə də hazırlamaq olar. Xamaxan çox dadlı idi. Bayaq deyə bilmirdim. Açıq da ver. Nuş olsun. Ay 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 ay. Əla, əla. Bax onu yeməmək günahdır bir Salam müəllim. Sən onu bir dadına bax, ondan sonra deyəcəksin ki, bu buna- yeməlidir yoxsa yox. Süper bir şeydir. Bunun Arıqlamaq başqa istəyən forması da var. insanlar ondan istifadə eləsinlər. Deməli, kartofu sütgərdən də keçirdir. Yəni, kartofla da eləyirlər. Yəni, soğanla qoyururlar. Aha. Pul bibərlisi olur bunun. Ona görə bunun müxtəlif, indi tam diyetikin hazırladır. Bəli, bax, o soğanla işimiz yoxdur da, amma Mehman müəllim o kartof məsələsini orada yəni bizə, yəni Bəli. ki, karbohidratlı, yəni çox kalorili bir yemək olur. Bu üstünə elədiyimiz nədir Mehman müəllim? Xamadır. Hə, xama, çox az miqdarda onu istifadə edə bilərlər. Bu sadəcə dekordur. Yəni bu vurulmaya da bilər. Bəli, bəli. Bu yəni gözəlliyi, estetik yəni. gözəlliyi almaq üçündür. Mehman bunu gördüyünüz Əla. kimi bəslədir və tomat supudur. Nədir tərkibi? Blenderdə soğan, cəfəri, kök, bibər blenderdən keçir, bir sarımsaq atılır və az suda qaynadıqdan sonra bolca pomidor vurulur, qaynadılır, blenderdən əzilir və qablaşdırılır. Qablaşdırılır. Əla. Əla. Bunu artıq yemək olar misalan. Əla. Super. Deməli, biz keçid alırıq o biri yeməyimizə. Tomat şorbası, pomidor şorbası. Bəli, pomidor artıq şorbası. Hazırdır. Mehman onu götürə bilərsən və dietik ruletlərimiz olacaq Fuad bəy. Bu çox maraqlı bir şeydir. Buna da Görək. diqqətlə baxsınlar. Siz onda diqqətlə Bəli, aha. kontrolda saxlayın onu. Mən Kama xanımdan sual edeyim. Kama xanım, belə ürəyiniz necədir, yerinə düşür? Bax belə gözəllik görəndə belə. Çok memnun oldum aşağı minnettarım. Kəsmək olacaq. Yani biraz rahatçılık olanda biraz da çok asortimen, geniş sayılı yani çeşitlerden istifade etmək olar. Gözəl. Siz biləsiniz ki, Azərbaycan televiziyonda ən böyük mətbəxdir bu. Çok memnun oldum, çok qəşəngdir. Rahatçılıqdır. Ve orada çok şey pişirmək olmur da yalnız toka üstünlüğü verirdi. Siz istəyirsinizsə onlar bizlə paralel danışırlar. Mehman həmişə elədi də. Çox gözəl. Çox gözəl. Yəni qabaq yer dar idi, ona görə mən toka üstünlüğü verirdim bəzək işlərinə. İndi artıq bişirmək Artıq də burada olar. yağ yeyə özünün üstündən lavaş düzəlt, hə? Конечно. Gözəl. Və Kama xanım indi dekorlar vurur. Siz onun gözünü diqqətlə Əla, baxırsınız. əla, Kameramanlarımız göstərdilər. Orada mənə ehtiyac yoxdur. Çünki orada tam elə bir böyük proses gedir. Amma mehmanı tək buraxmaq olmaz. Olmaz. Artıq Niyə? siz buradan çıxanda belə elədi, bax. Reklamda. Nötr, buna biraz duz vurmaq lazımdır artıq. Qoymadım. Qoymayacaqsın. Qoymadım. Olmayacaq. Duzu dediyim kimi, misal mənim. Hörmətli tamaşaçılar, duz ancaq bax o qablaşdırandan sonra bir kimdik götürülüb əlavə olunacaq və salam. Əyləncini istifadə Amma edəcəklər. öz qabımızda. Hə, öz qabımızda. boş qabımızda. Bitti, o qədər. Və Fuad bəy, keçid alaq öz işlərimizə. Deməli, əziz tamaşaçılarımız, Fuad bəyin onlayn arıqlama üsulu ilə, onlayn pəhriz üsulu ilə bir Salamov efirdə elə arıqlayır. Və biz nə eləməliyik? Baxacıq, çəkəcək sizi. Bir baxaq görək, misala mənim. Bir baxaq. Mən deməli, bazar günü 122. Yox, bazar günü 121 idim. 121 idi. Bəli, bütün- Tamam. Yox, əvvəldən amma lap əvvəldən 122 yarım idi. 122 yarım. Yarım, bəli. Gözəl. Baxaq görək. Aha. Hələ bir 200 qram da arıqlamışam verişlərə. Ha. 120 kilo. 120 kilo. Necədir Fuad bəy əla, 120 Pis deyil, kilo? normal. 2 həftəyə. Yəni biraz azdır, Azdır, hə. amma həyat bu, sizin işləm şəraiti, bunları nəzərə alaraq... Yoxsa mən hələ bu 2 həftədə adaptasiya Yəni edirəm. adaptasiya dövrünü nəzərə alaraq pis deyil yəni. Amma Alə, öyrəşirəm, rahat. Təbrik edirəm Çox sizi. sağ ol. Fuad Fəxr bəy, edirəm mən- sizinlə. mən- Əla, mən- super, mən- əla. Güzel, güzel, mən- güzel. Güzel, güzel, güzel. Amma davam. Yola devam edirik. Yo, yo, hökmən. Bitti. Bax siz söz vermişsiniz.
hamısının qarşısında, Bəli. mənim qarşımda, Kamı xanımın, Mehman müəllimin Və qarşısında 9 milyon tamaşaçı. 9 milyon tamaşaçının qarşısında kilomuz gedəcək. Yavaş-yavaş, ağıllıca Heç nə gedəcək. qaldı. Sadəcə bu gün elə biraz köynəyim də enlidir. Bu Ha, görürsünüz yəni. bax buradan görürsünüz nə qədər yığılır. bu. Bəli, bəli. Bax, mən əslində bu boydayam. Baxın. Sadəcə bu köynək məni enli göstərir. Əslində çox ağırım. Yox, gedəcək. Araya arıq çöp sınıxmışam ey yaman. Yox, sınıxmamışsınız da sınıxmağa bir daha çox var. Gedirəm Normal yeyək, həyat tərzimizi diyet olaraq, yəni o həyat tərzimizi dəyişdirək. Yediklərimiz dərmansız olsun, dərmanımız da yediklərimiz olsun. Aydındır. Çox Aydındır. gözəl Bax, ifadə edir. çox gözəldir. Yəni ki, bunu hər zaman deyiblər. Yəni ki, dərmansız yeməkləri yeyək beləncə və yediklərimiz də biz üçün dərman olsun. Dərman tabletlər, iynələrdən istifadə eləməyək, kofilərdən istifadə eləməyək, onları yəni elə çalışaq ki, bax bu nə gözəl Allah Taala bizə bax bu nemətləri nəsib Nemətlər eləyib. verib, bəli. Bax bu gözəl nemətləri nəsib eləyib. Bunlardan səhər-səhər durduq pendirimizi, tvorğumuzu, bir dənə qaynamış yumurtamızı, gün ortamızda salatlarımızı istifadə eləyək və ya o vaxt o pomidor şorbasını istifadə eləyək. Həm sağlam oluruq, həm gümrah oluruq, həm mutlu oluruq, həm formda oluruq, iş qabiliyyətimiz normallaşır. Bəli, Yəni gözəlləşir. bütün də hər tərəfli normal şəkildə gedirik. Bu bizim bir həyat tərzimiz olsun, yəni anlatabildimmi? Bəli. O çox aşırı dərəcədə o yağlılığa, kaloriliyə, qızardılmışlara, aşırı dərəcədə o şirniyyatlara, tamam, mən sizlə, yəni deyim ki, bunlardan da birdən-birə kəsilmək də mümkün deyil, amma yavaş-yavaş arada onları eləmək şərti ilə normalda, genəldə elə eləyək ki, bizim həyat tərzimiz sağlıqlı bir həyat tərzi olsun. İnşallah. Razısınız? Bəli, mən sizə tam Sizi də razıyam. təbrik eləyirəm. Çox sağ olun, 2 minnətdaram. kilo, 2 kilo yarım, 2,5 kilo 2 həftəyə. Yəni sizin üçün pis deyil. Adaptiv olaraq gedirik Yo, yəni. yavaş-yavaş Fatma, Amma doğrudan. yavaş-yavaş bunu artırmamız lazımdır. Hələ mən özümü hazırlayıram. Əla, ağırlamağa. əla, əla, Hələ əla, məsəl üçün super. özümü saxlaya bilməyəndə qara çörək yeyirəm. Bir də görürsünüz, lap özümü saxlaya bilmirəm də olur da. Ağ çörək yemirəm. Onun yerinə bir dənə lavaş yeyərəm belə balaca. Yəni nəsə də belə. az miqdarda, yəni eləmişlə istifadə edin. Vaxt vardı mən oturdum, bir naharı bir bütöv çörək yeyirdim. Yəni məsələn. Yəni onu eləmirəm. eləməyin. Onlar çoxdan yoxdur. Yavaş-yavaş Və onları yeməyə buraxırıq. başlamışam çoxlu çeynəməyə. Evet, əla, yemək çoxlu çeynəyəcək, uzun müddət çeynəyəcək, dad reseptorlarımızı alaq. Anlatabildim mi? Öylənçə bunları eləyirik, suyumuzu içirik, güzel hərəkətimiz, aktivliyimiz olur və belə normal şəkildə gedirik. Bir də ara öğünlərimizi atışdırırıq mütləqa. Xanımlar və cənablar, xırda-xırda, az-az ye, amma tez-tez ye. Meyvələrimizi, yoğurtlarımızı, qatıqlarımızı, bax ara öğünü, qozumuzu, fındığımızı, badəmimizi mütləqa günə bir 10-15 dənə badəm istifadə eləyin. Çünki sağlıqlı yağlardır, sağlıqlı lifli qida, bəli, bax bunlardan istifadə eləyin. Ac qalınaraq kilo verilməz. Bitdi. Bunu hər dəfə demişəm, deyəcəm də bunu bilsinlər, yəni ac qalınaraq kilo verilməz. Bir də bugün səhər bir çəkilişimiz vardı. Səhər 8-də çıxırdım. Elə xoşuma gəldi ki, insanlar qaça-qaça bulvarda çox gözəl. Ola bilsin siz də oradaydınız. Bəli. Fikir verməmişəm mən diqqətlə. Və Mehman nə edir? Mehman bir dənə elədiyini danışdın zəhmət olmasın. Deməli, burada kəsmikdir. Bax, buradadır o. Dietik kəsmikdir burada. Burada almadır, xırda-xırda qabığı soyulmuş. Cəfəridir, şüyüddür, keşniş və ağ reyhan biraz doğranılıb. Və qara zeytundur, tumsuz. Yaxşıca onu da doğramışıq. Bir balaca duz vurulub, onu qarışdıracağım. Qarışdırıb, deməli, toyuğun filesi döyülür, rulet formasında bükülür və indi tərəvəzlərdən doğrayacağım. Pomidor, biber, kök doğrayıb qazanın dibinə yığılacaq, ruletlər qoyulur, soğan da doğranılır, baş soğan, göyərti doğranılır, ağzı qapalı onu bişiririk. Öz suyunda pişirmək. Bəli. Elə deyil mi? Öz suyunda. Öz suyunda güzel şey. O suyu bırakır, o rahat pişir. Ətlər biraz rahatdır. O orada heç yağ vurmasanız da olur. Toyuğu qoyun, suyunu bırakıb oturacaq yağına, öz yağına. Tək mütləq deyil ki, məsələn, toyuğun filesi olsun, can ətindən də istifadə eləmək olar. Və Kamı xanım, baxın, Fuad bəy, bax belə bir zəmbil kimi. Super. İncəsənə də sər ya. Bəli, çox gözəl ya. Super ya, super. Qamaxan. Ən əsas sağlıqlı, meyvəli, kalorisi düşük, rahat şəkildə bunlardan bir dilim yeyə bilərlər. Amma bir dilim çox deyil. Hədə balaca orta bir dilim Qamaxanın bundan yeyə bilərlər. Elə deyilmi? Güzel şəkildə bundan istifadə edə bilərlər. Bir də bir şiriniyat tort yeyəndə
İndi deyəcəklər, İslam ağıl aldan xeyr, mən sadəcə mənim fikirlərim deyil, razılaşmaya bilərlər. Məncə onu belə həssasiyətində qalmaq lazımdır. Biraz yeyəsən gərək, bir fincan çayla. Ümumiyyətlə, misal özünüz bilirsiniz ki, neçə vaxtdır mən İtalyan biskitindən istifadə edirəm. Onda xolesterin yoxdur. Onu soyuducudan çıxardıb yeyəndə elə bir dilimdən artıq daşı getmir. Niyə görə? Çünki o qədər Doyma verir. Ay Allah, çox gözəl. həm xolesterinsiz Bəli, həm də bəli, doyurur insan, doydurur. tez Bax, doyurur. o tortun özelliği, xüsusiyyəti də odur, Kamaxan. Bu doydurur. Bax, çox gözəl bir şeydir bu. Həm də burada meyvələrlə zəngin olan bir tortdur. Meyvələr də ki, özünüz hamı bildiyi kimi çox bir xeyirli bir. Meyvə. Hər gün meyvə yeyirəm. Almasında oturam adam Hansı gözləyir. meyvələr yeyirsən? Buyurun. Bir dənə banan yemirəm, ananas yemirəm, Ha, yox, üzüm yemirsən? üzüm yemirəm, yox. Ha, Armud yeyirəm. Armud çoxlu yeyirəm. Alma yeyirəm, şirin alma yeyirəm. Aha. Sonra Portakal yeyirəm, hökmən yeyirəm. Çiyələk, lifli meyvələr də yemək lazım. Yeyirəm, çiyələk kilo ilə. Aysa yiyin. Alça yeyirəm. Alça yeyirsiniz, əla. Özü biz necə yeyirəm, necə. Mən əvvəl meyvə yeyən deyildim. Hardasa oturub kimisə məsələn bəkbi gözləyən zaman görsəm ki, meyvə o satılır yanında. Gedəcəm buradan hərəsindən 100 qram alacağam. Oturacam maşında. Gözləyə. Bir də görəcəksiniz ki, onun hamısını yeyəcəm. Amma onun yanından sonra da mədə dolur. Ondan sonra da yemək istəmirsən. Azı 1-2 saatdan sonra O qədər. yemək yeyirsən. Amma onu da deyim ki, artıq meyvə yeməkdə biraz ağırlıq verir də. Bəli. Mən hər zaman demişəm də, deyim də, indi də çox meyvələri də, yəni aludə olmaq deyəndə ki, aşırı dərəcədə çox istifadə eləmək də olmaz. Yəni birdən-birə oturub hərəsindən 1 kilo, 2 kilo yemək o da yaxşı deyil. Niyə? Yenə də bunu bundan əvvəlki verilişlərdə qeyd eləmişəm də, karbohidratdır meyvələr. Bilirik ki, yağ yoxdur içində. Amma çoxlu miqdarda biz o karbohidratı qəbul elədiyimiz zaman onun artıq miqdarı ki, orqanizmdə qalır, biokimya proseslər nəticəsində onun artığı yağa çevrilir. Və əksinə vücud nəinki arıqlamaq, əksinə biraz da kökəlmə gedir. İfrat dərəcədə şişir. Yəni o yüzdən hər şeyi qayda ilə, normal şəkildə istifadə edirik. Ümumiyyətlə hər bir şeyin artığı ziyandır. Artığı ziyandır. Bizim bir dahi şairimiz, bəli. Redaktorlarımız kömək etsinlər mənə zəhmət olmasa. Çox gözəl bir ifadəsi var. İfadəsi var ki, su ilə bağlıdır bu ifadə. Deməli, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Yəni su elə bir dərd verici bir məhlul deyil. Amma artığı içərsən, o da ziyan verir. Ona görə də hər şey eləncədir. Yəni ki, qayda şəkildə. Çox üçün var, görürsünüz. Amma çox mütləqa 3 litr, 4 litrlə heç bir şey olmaz. 2 vedrədən Amma yox, bir dəqiqə. Amma 5-6 litr içənlər var. Bütün bu qədər içərlərsə o zaman ziyanlı olur. Sonra akılların bir deyimi də var, çox yemək az yeməkdən də qoyar insanı. Yəni orada su içən də var. O da bilirsiniz də necə getdi, hara bağlanır. Yəni çox yemək az yeməkdən də qoyar. Gedirsən. Anlatabildim mi? Bayaq dedim, yediklərimiz dərman olacaq bizim üçün. Deyirəm, vaxt var idi o vaxt, İlham Azəstamız biləcəklər. O vaxt mən aparız deyirdim, hamam. Axşam gəlirdim və o qədər yeyirdim ki, sonra tərpənə bilmirdim, nəfəs ala bilmirdim. Bir dəfə də özümə sual verdim, bu sənə lazımdır. Bax, sən niyə bu belə... O sualı verdin özünə. Hə. 16 yaşında. Verdim, sonra yadımdan da çıxdı o dəqiqə. Mən də elədim. Sual verirəm, cavab baxmayanda o sual yadımdan çıxdı. Nə lazımdır cavabsız qalsın suallarımız? Ondan sonra cavabı olan suallardan istifadə eləmək, ondan daha əlverişli çıxır. Amma indi tam hər şey dəyişir. Hər bir şey dəyişir. Dəyişməyə doğru da gedir. Ən sevindiyim bir amil odur ki, dəyişən yerdə Fuad bəy, mən gecə vaxtı yeməkdən imtina etmişəm. Bir dənə dünən çıxmışam o qaydadan, onda mən sizə anlattım. Texniki problemlər var idi ki, çünki işləyirdik və alınmırdı. Ona görə də yorulmuşum, qabağını almaq üçün. Normal gedir yəni, daha da yaxşı gedə bilər yəni. Amma bundan da yaxşı ola bilər, yaxşı ola bilər, daha da yaxşı ola bilər. İnşallah biraz da qayrət edirik, daha da yaxşı gedəcək. Elə deyilmi? İnşallah. Gecə yeməyindən, baxın, gecə yeməyi yediyiniz zaman, gecə yediyimiz zaman mədə bağırsağımız tənbəlləşir, yorulur. Bax, bir dənə bir şey deyim, bir dənə bir şey deyim də, bax, mənə də gəlirlər pasiyentlər də, deyir ki, doktor, mən səhər kahvaltı eləyə bilmirəm. Eləmirəm, daha doğrusu, bilmirəm sözü yoxdur, eləmirəm. Niyə eləmirəm? Və mən ondan soruşanda ki, gecə yarısı, gecələr yemək yeyirsiniz, deyir, hə, yeyirəm. Bax, bu nə ilə əlaqədardır, bilirsiniz mi, salam mənim? Yəni, gecə yediyimiz zaman insanlar yeyir. O mədə bağırsaq sistemini tənbəlləşdirir, yorur. Aydın məsələdir. Gecə vaxtı artıq yeyib, yatanda da acayip yuxular görür.
nəfəs alması çətinləşir, çox pis yuxuya gedir, narahat yatır. Eyni zamanda mədə bağırsaq da narahat olur. Yorulur, yəni istirahəti olmur. Səhər də oyandığımızda o ki, səhər niyə yemir? Çünki yorğundur. Çünki metabolizma işləmir, çalışmır. Başa düşürsünüz? Ona görə o yemək istəmir və səhər-səhər yemir. Səhər də yemədiyi zaman metabolizma yatmağında davam eləyir. Gedir günorta da heç yemir, axşama gedir yenidən yeyir və salam başlayır şişməyə. Buna mütləq diqqət etsinlər. Siz çox geç çıxmışsınız mənim qabağıma. Olsun, gec olsun, amma o güc olsun. Deməli, mehman ruletləri artıq doldurub, baxın əziz tamaşaçılarımız, ətlərin içi doludur. Və sonra tavanın içində bibər, soğan, pomidor, kök, Bibər. bibər dedim. Dedim. Və yəqin ki, bu belə olacaq da mehman. Mehman müəllimin bu reseptləri artıq pasiyentlərin arasında məşhurdur. Keçən dəfə o çiyələk, çox gözəldir, alça, portakal sokunu. O salat artıq Bakıda məşhurdur ya Mehman bəy. Bəli. Artıq hamısından istifadə edilir. O necə dadlı salat idi. Çox dadlı salat idi, əla bir şey idi. Çox maraqlı turşu Çox məzəliyi var maraqlı, idi çox salatın. gözəl. Həm şirin, həm turş gözəl. Yəni həm də doyma hissi də verir, gözəl bir şey. Axşam kim yemək yemək istəmir, elə yeməsin də. Nanə də vurdum ona. Nanə də vurdunuz, Nanə dediniz də. Və əziz hörmətli Oturub ondan düzəlsin, yavaş-yavaş mehman yesin. salata nanə də vurmuşdu, dadlı idi. Kama xanım meyvələri düzür, hələ davam eləyir, bitir meyvəli işini. Və mehman ikinci isti yeməyi qoyur. Fuat bəy, baxın, Kama xanım görün necə gözəllik düzəldib burada. Çox böyük, belə zövqlə. Kama xanım, bunlar nə belə? Bunlar granul deyilər, içi jeledir. Jeleylə, Süreləni qramları çox tatlı və keçid alırıq. Yəqin ki, sizin növbəti ürəyinizi açan bir yeməyə bu tərəvəz salatı olacaq. Fuat bəy, gördüyünüz kimi mehman kökü təmizləyib və kökü artıq yəni gün ərzində istifadə olunan yeməklər bax bugün Mehman bəy tərəfindən hazırlandı. Kalorilər də sağ olsun, əllərinə sağlıq. Kalorilər də düşük. Mən misala mənim pomidor şorbasının kalorisini demək istərdim də. Onu demək istərdim, bəli. Onu məsələn bax bir adamlıq, yəni bir porsiyonun kalorisi 70-80 kalori arasında heç bir şey. Bəli. Ondan bir dilim qara çörəklə o pomidor şorbasından istifadə edirlər. Güzəlcə. Günortamıza, desertimizə bax bu salatdan istifadə edirlər. Axşam yeməyi də ki, bax ondan o toyuq filesi öyle hazırladığından ondan istifadə edə bilərlər. Burada qalmışdı bizdə də. Bunu belə də yemək olar, çox dadlı. Bu tərkibi nədir ki, bu? Deməli, keşnişdir, şüyüddür, cəfəri, ağ reyhandır, qara zeytundur və alma kəsimi. Bu bizim ruletimizin içi idi və mən Belə Fuat də bəyə yemək burada olar bir yəni. gözəlliyi daha göstərmək istəyirəm. Baxın Fuat bəy, deməli yağ vurulmadan Əla, öz suyunda super. artıq pişmiş Əla, demək olar ki. baxsınlar hamısı əla, super. Tez-tez məndən soruşurlar ki, Mirsalam mənim, ya doktor biz bu yağsız necə eləyir? Gözəl. Çox gözəlcə yağsız da olur. Sadəcə əməli pomidor qoyu yeməyin altına Çox tavada təbiətdir. suyun buraxan kimi, hə Meyman? Bəli. Suyun buraxan kimi Əla. düzələcək Yəni, bütün problemlər. bax bu yeməklər hamısı dərmanlardır. Misala mənim dediyim kimi, bax yediklərimiz bunlar dərman, bizə dərmandır. Pəhrizdə olan, diyetdə olan insanlar üçün dərmandır. Yəni zararı yoxdur bunların. Kolesterolu yox, trigliserid yox, yağların əmələ gəlməsi, kilonun əmələ gəlməsi heç bir zararı yox. Rahat şəkildə bunlardan istifadə edə bilərlər. Çox gözəl. İndi xiyar doğrayır Mehman tərəvəz salatının içinə. Biber istəyirsənsə orada bir dənə böyük biber var gətirim. Yox, bibər yox. Balqabaq da lazımdır. Yox. Pomidor da var. Amma sən də burada pomidora istifadə elə. Tutar, amma biz də Kama xanımla söhbət edirik. Demək Kama xanım meyvələrin üstünə jele vurur. O yesindir. Meyvələrdə qaralmaq xüsusiyyəti olur. Qaralmasın. Qaralmasın deyə. Bax bu meyvələrin kalorisindən də demək, məsələn çiyələkdir. 100 qram məsələn çiyələkdə, 60 qram çiyələkdə çox bir az 20 kalorisi var. Məsələn üzümlər də qoymuşuq biz və üzümləri az miqdarda üzümdən istifadə edirik. Dekor üçün qoyulur. Ondan sonra bunlar nə idi beləncə şey dedi deyəsən, gilasdır. Məsələn gilasların da kalorisi çox düşükdür. Bundan istifadə. Gilas məsələsində bir şey deyim də Əmir Salam müəllim. Gilasın bax sapı var, uzun. Bax o saplardan istifadə eləsinlər. Necə? Əla. Arıqlamaq üçün xüsusi çaylar var ki, o hazır çaylardan deyil də mən sizə deyim, Doktor Fuad desin sizə güzəlcə. Bax bir ovuc qarğıdalı sapı, qarğıdalı saçağı, bir ovuc bu gilasın sapları, ondan sonra 4-5 budaq cəfəri,
cəfəri, keçən dəfə demişdim, cəfər 4-5 budaq cəfəri və eyni zamanda 2 yəni yarpaq avokadonun yarpaqları var. Var ondan özdə ki, baharatlarda var, avokado marketlərdə var, avokado yarpağı. Bunların hamısını bir stəkan suyun içərisinə, qaynar suyun içərisinə tökürük. Bunu bir 2-3 dəqiqə qaynadırıq. Ondan sonra 3-4 dəqiqə qoyuruq, biraz özünə gəlir və gün ərzində daha yaxşısı səhər axşam çağı bir çaşka içsinlər. Həm ödemi qovacaq, həm də arıqlamaq üçün girə bildir. Çox gözəl bir şeydir. Yəni təmizləyəcək vücudu. Qarğıdalı saçağı, bax gilas indi burada gördük də yadıma düşdü. Onun sapı, petruşka, avokado yarpağı, öğlənçinə ondan sonra suda onu pişirib güzel. Və bizim bir telefon zəngimiz var. Aysel xanım xətdədir. Alo. Alo. Salam Aysel xanım. Salam aleyküm. Necəsiniz? Yaxşıyam, sağ olun. Sizin hər birinizi salamlayıram. Təşəkkür edirəm. Mənim sualım Fuad həkimədir. Buyurun. Fuad həkim, mənim nənəm artıq 10 ildən çoxdur ki, şəkər xəstəliyinə tutulub. 69 yaşı var. Və ümumiyyətlə həkimə getdikdə ona un məmulatlarından uzaq durmasını tövsiyə eləyiblər. Nədən? Un məmulatlarından uzaq durmağı tövsiyə eləyiblər. Və ümumiyyətlə nənəm heç bir yeməyə qida qəbul eləmir, tək qara çörəklə qidalanır və dərmanları da belə qəbul eləyir. Bu da onun mənfi təsir edir. Ümumiyyətlə siz də deyə bilərsiniz, hansı qidalardan istifadə eləsin, hansı un məmulatlarından yesin? Əla, super. Baxın, Təşəkkür edirik zənginizə görə. Baxın xanım, şəkərli xəstələrdə, yəni bunlar da bir həyat tərzi. Şəkər, birincisi onu deyək də, yəni ki, insanları şəkərlə qorxutmayalım. Bu şəkər xəstəliyi bilirsiniz necədir? Bu bir həyat tərzi olacaq. Bundan qorxmaq lazım deyil. Bax, nənəsi dedi deyəsən, eləmi? Bax, sizin nənəniz də bu şəkər xəstəliyindən qorxmasın. Sadəcə, onun bir həyat tərzi olacaq, bu bir. İkincisi, o qara çörəkdən mütləqa istifadə eləsin, bu öz növbəsində. Eyni zamanda şəkər xəstələri başqa bir şey deyil ki, yemir. O doğru deyil. Şəkər xəstələri birincisi, orada bəzi nüanslar var da. Qanda şəkərin miqdarıdır, sonra xolesteroldur, təzyiqdir. Bunlara nəzarət eləmək üçün qidalamaya fikir vermək lazımdır. Bax, burada bir nüanslar var. Baxın, bax, meyvələrdən danışırıq da. Meyvələr də lifli meyvələrdir bunları. Bax, məsələn, normalda bizdə indi normal insan, şəkər olmayan insanlara biz deyirik ki, meyvəni çəkirik, onun suyunu içirik. Amma şəkərli xəstələrdə, tibbdə belə bir şey var. Meyvəni çəkib, onun suyunu içmək doğru deyil. Meyvəni çalışsınlar, özləri diri-diri meyvəni yesinlər, lifli olaraq. Bu belənçinə. İkincisi, doğru bildiyimiz bir yanlışlıq var, səhv var. Nə var? Məsələn, ara öğündə bayaqları mən, misala müəllim, hamımıza, sizə də deyirəm, özümə də deyirəm, ara öğünlərdə meyvələrdən istifadə eləsinlər, karbohidratdır da. Amma şəkərli xəstələr ac qalmayacaqlar, ara öğünləri istifadə edəcəklər mütləqa. Amma meyvələrdən deyil, nədən istifadə edəcəklər? Ət. Baxın, proteindən mütləqa istifadə eləsinlər, az yağlı süddən istifadə eləsinlər, az yağlı pendirdən istifadə eləsinlər, qatıqdan istifadə eləsinlər, mütləqa eləsinlər. Məsələn, günə 30 qram, 50 qram az yağlı pendirdən istifadə eləsinlər, bunları atışdırsınlar, mütləqa. Gəlin, o Aysel xanım nənəsini də götürsün, yaxınlaşsın sizə. Tam ətraflı orada deyil, daha ətraflı vaxtı yetməz ona. Kama xanıma təşəkkürümü bildirəm. Bax, bu gözəlliyə görə və Kamanın gözəl dadlı dünyasına müraciət edin. 050 636 52 97 nömrəsinə 050 636 52 97 nömrəsinə. Zəng vurun, sifarişlər edin, tələbə olun. Yəni bütün sizə lazım olan suallara cavab versin Kama xanım. Təşəkkürlər Kama xanım. Biraz onu qabaqda öndə yerləşdirərdiniz öz süfrənizdə. Və mehman burada da salatımız danışsın bizə, ara gedirsən. Bir dəqiqə da, qurban olsun. Deməli, misalım, burada nədir? Kökü sürtkədən keçirtdim, ora alma doğradım, qabığı soyulmuş, xiyar, qara zeytun, göyərtilər, keşniş, şüyüd, zəfəri və xiyar. Və konservləşdirilmiş qarğıdalı. Qarğıdalı da əlavə etdik, eləmi? Qarğıdalı əlavə etdim. Normalda bunu olar yemək, amma diyetdə olan insanı arıqlamaq istəyən, diyet deməyə arıqlamaq istəyən insanlar o qarğıdaldan uzaq durmaları, bir dənə qarğıdalını ora vurmasaları. Yəni pəhrizdə olanlar vurmaq. Amma qalan bütün məlumatlardan istifadə edə bilərlər. Mehman, rahat şəkildə. əlin sıxlar olsun. Deməli, tamaşaçılara bir şey də xatırladım. Bu, deməli, salatı qatıq vasitəsilə də eləmək olar və pendir də vurmaq olar. Əla, super, güzel. Yəni o qarğıdalın orada nəyi var? 'sə, öldü getdi. Yəni elə də demək olar. Yəni, 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 elə də de
Və salam, salatımız hazırdır Mehman. Bəli, salatımız hazırdır. Spreyli Və mən bura pomidor dekor Pomidor vuracağım. dekor vurmaq istəyir. Orada qırmızı rəngi az olduğundan Fuad bəy. Və kaloriya diqqət eləsək çox düşük bir kalori. Bu nə qədər kaloriyası çox var? ən uzağı bunun burada bir 45-50 kalori bir porsiyada. Yəni bir adama istifadə eləsin. Yəni bir porsiyonda 40-50 kalorili bir enerji var burada. Heç bir yəni kökəlmək üçün, yəni kilo almaq üçün heç bir qorxusu yoxdur. Rahat şəkildə bundan istifadə edə Gözəldir yəni. Çox Gözəl. Yüngüldür, yüngül. Yüngüldür, çox Və yüngüldür. Mehman isti yeməyimizdə qablaşdı çünki görüşümüzün sonuna yavaş-yavaş yaxınlaşmışıq əziz tamaşaçılarımız. Bugün biz sizə bir tomat, pomidor şorbası hazırladık. 70 kalorisi. Bəli, bəli. Bir posta. Bir posta 70 kalorisi olan bir Çox pomidor gözəl. şorbası süper bir şey. Tamaşaçılar da görsünlər, baxsınlar, istifadə eləsinlər mütləqə. Və sonra tərəvəzli salat hazırladık Bəli. ki, hardasa 50-70 40 yox, 40-50 kalorilik 40-50 bir kalori. enerjisi var. Və burada bunun kalorisi bir balaca yüksəkdir. Amma ki bu da rahat şəkildə yəni çox kalorilidir. Bir porsiyonda burada hardaysa indi təqribi mən sizə deyim 100-110 kalorilik bir Yəni o 110 enerji kalori bir heç şey bir şey deyil. deyil. Yəni Bir gün şey deyil. ərzində demək ki bizim qəbul elədiyimiz əgər bunların hamısını yesək, ara öğünlərimizi atıştırsaq hardaysa günə 1000 kaloriden yuxarı qalxmır. Beləsinə deyək yəni. 1000 kaloriden 1000 yuxarı qalxmasa onda böyük problemlər güzel bir şey yaşanmır. yaşanmır. İçiniz nə iki problem, hiçbir şey yaşanmaz, darıtmasınlar. Əla, əla, əla. Süper. Və isti yeməyimizdə artıq süfrələr əziz tamaşaçılarımız toyuq ruletləridir. Bunun hazırlama qaydasını biz sizə dedik. Yağsız, frənsiz hazırlanır. Biz bugün sizə bir isti yeməyə, bir salat və bir pomidor şorbası hazırladık. Çox sevdiyim, istədiyim Kama xanım bizə çox gözəl meyvə tortu hazırladı. Fuad bəy bunların hamısını bizə kalorilərini dedi. Təşəkkürlər Fuad bəy sizə. Buyurun, mən təşəkkür edirəm. Sağ olun. Gələn şənbə yenə də biz sizi İnşallah. bilirsiniz ki, gözləyirik. Bəli. Və mən sizə 119 kilo olmağımı söz verirəm. Söz versən, bəli. Daha da yeniliklərlə Bəli, gəlirik bəli. inşallah. Mehman Süsə Şadlıq Sarayın baş aşbazına təşəkkürlərim var. Mehman, çox sağ ol qardaş. Sən bizləsən və bizə maraqlı, dadlı pəhrizdə də olanlar üçün, qeyri-pəhrizdə olanlar üçün də, pəhriz saxlamayanlar üçün də bizə menyular təklif edir. Və bizim əsas təşəkkürümüz isə Sultan Basmati düyülərinədir. Digər təşəkkürlərimiz isə digər sponsorumuz bizim Tarla Konserv məhsullarına, əziz tamaşaçılarımız çox dadlı, təbii, dadına görə, keyfiyyətinə görə minnətdarlığımızı bildiririk. Sizə təşəkkürüm var ki, bu saat yarım ərzində bizimlə bir oldunuz. Biz sizlə sabaha qədər sağollaşırıq. Süfrəmizə baxın ki, keyfiniz kök olsun.